Leyla xanım, Könül xanımda ən sevdiyiniz xüsusiyyət nədir? Könül xanım yaxşı xüsusiyyətini deməliyəm. Çox gözəl əlləri var masajda. Pambıq kimi əlləri. Aslında bir məqsəd qoydusa, ən sona qədər o davam eləyəcək. Onu əldə eləməmiş dayamayacaq. Konfliktlərdə tam neytral obrazını saxlaya bilir. İşə başladı. İnsanda yorulmaq yoxdur, maşallah olsun. Kabinetə girdi o qaranlıq otağa, bir də axşam çıxır. Yəni bu insanın işini çox sevir. Bu sevgidəndir. Mən Leyla xanımın yanında işçi kimi yox, yaxını kimi hiss edirəm. Leyla xanım kimi rəhbər mənim üçün qeyri-adidir. Mənim bildiyim, tanıdığım ən ideal xanım obrazı var. Ona görə də mən onu çox istəyirəm. Xanım kimi duruşu, yerişi, baxışı, hansısa bir işçinin səhvi olanda heç bir zaman gəlib onu acı dillə deməz. Bir baxışı ilə biz anlayırıq ki, Leyla xanım bizə nə demək istəyir? Düzgünlüyü, mehribançılığı, mərdliyi, incəliyi.